Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiyyə vəl mursalin. Seyyidina Muhammedin və ala alihi və sahbihi ecma'in. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqudatan min lisani yefqahu qawli. Amma ba'd. Sadiq tövbə, yəni sadiq tövbə nədir? Və hiyə rücu'ul abdu ilallah subhanahu və nədəhu ala təqsirihi. Yəni, qulun, bəndənin Rəbbinə tərəf dönməsi və müqəssirliyinə görə, səhlənkarlığına görə peşman olması. Və tərkuhu li tariqil usatil muznibin. Asilərin, o günahkar asilərin yolunu tərk etməsidir. Və bizim də nə qədər bu tövbəyə ehtiyacımız var. Artıq günahlarımızın çoxluğundan, yəni üzlərimiz qaralıb. Və qaddatil əthəm bir ram alə qulubinə və qəlblərimizi isə günahlar örtüb. Fəbiəyyi vəcihin nəlqallah və qad səvvədnə vücuhənə və qələfnə qulubənə biməasinə ləhu. Və biz hansı üzlə Rəbbimizə qovuşacaq, artıq üzümüzü günahlarla qaratmışıq və qəlbimizi isə asiliklərlə bürümüşük. Və biəyyi halin nuqbilu aleyhi və nəhnu nəğusu fi ni'amihi aleynə leylə nəhar. Və hansı hal üzrə biz ona yönələcəyik, gecə və gündüz onun nemətləri içərisində üzürük. وَلِلْأَسَفِ فَإِنَّ الْمُؤْمِنِ مِنَ النَّاسِ إِنَّمَا يَكْتَفُونَ بِالْحَدِيثِ عَنِ التَّوْبِ كَتَذْكِرَةٍ يُذَكِّرُونَ بِهَا غَيْرَهُمْ أَوْ يَذْكُرُ بِهَا مُعَلِّمٌ تَلَامِيذَهُ أَوْ مُرَبٍّ طُلَّابَهُ فِي دَقَائِقٍ مَعْدُودَةٍ. Ümumiyyətlə, yəni tövbə haqqında danışıldığı zaman sadəcə müəyyən dəqiqələr onun haqqında danışılır. Sonra yəni onun həqiqəti haqqında danışılmır, tərk olunur. Tövbənin yəni həqiqəti nədir? O ki, qaldı tövbənin həqiqətinə, mahiyyətinə, birincisi onu bilmək. Və bununla qəsd olunan, yəni insanın Rəbbi haqqında müqəssirliyini, səhlənkarlığını bilməsi və günahın nə qədər zərərli olduğunu bilməsi və onu Rəbbinin əffindən, rəhmətindən nə qədər uzaq saldığını bilməsidir. وَدُخُلُوا فِي مَنْ غَضِبَ عَلَيْهِمْ وَتَوَعَدَهُمْ بِعَذَابِهِ وَحَاجَتِهِ الضَّرُورِيَّةِ إِلَى الْعَوْدَةِ إِلَى رَبِّهِ وَقُرْبِهِ إِلَيْهِ سَائِلًا الْغُفْرَانِ. Və həmçinin günah sayəsində Rəbbinin hədəsi və qəzəbi altına girdiyini bilməsidir. Deməli, tövbənin mahiyyətindən birincisi, yəni onu bilmək, yəni müqəssirliyini. İkinci isə ağrı çəkməkdir. وَالْأَلَمْ يَتَوَلَّدُ مِنْ عِلْمِهِ بِأَثَرِ ذَنْبِ. Və ağrı da nədən doğur? Günahın təsirini bilməkdən. فَكُلُّ مَنْ لَمْ يَشْعُرْ بِالْأَلَمِ مِنْ ذَنْبِهِ لَمْ يُحَقِّقَ التَّوْبَةِ. Günahın ağrısını hiss etməyən insan tövbəsini doğrultmamışdır. وَالْأَلَمُ يَحْدُثُ تِلْقَائِيًا مَعَ الذَّنْبِ فِي كُلِّ قَلْبٍ بِهِ حَيَاتٍ. Və ağrı da həyat olan hər bir qəlbdə, diri olan hər bir qəlbdə avtomatik hasil olur. وَإِذَا لَمْ يَشْعُرُ الْقَلْبِ الْأَلَمْ مَعَ مُقَارَفَةِ الذَّنْبِ فَإِنَّهُ إِلَى الْمَوْتِ أَقْرَبُ. Əgər insan günah işlədiyi zaman o qəlb ağrını hiss etmirsə, o qəlb ölümə daha yaxındır. Yəni, meyit qəlbə, ölü qəlbə daha yaxındır. Və üçüncü isə ağrıdan sonra peşmançılıqdır. وَيَشْعُرُ بِهِ الْعَبْدُ بَعْدَ فِعْلِهِ لِلذَّمْ. Və bunu da günah etdikdən sonra hiss edir. وَإِذَا كَانَ شُعُورُهُ بِالنَّدَمِ قَوِيًّا أَحْرَقَ مَا فِي قَلْبِهِ مِنْ لَذَّةِ الذَّمْ. Əgər insanın peşmançılıq hissiyatı güclü olarsa və bir o qədər də qəlbindəki ləzzəti, yəni günah sayəsində alınan ləzzəti yandırır.
Və izə kənə nədəmuhu daifən lə yəzəlu yəş'uru bi halavati zəmb. Əgər insanın peşmançılığı zəif olarsa və o insan hələ günahın şirinliyini hiss edir. Elhamdülillah. Günahın şirinliyini hiss etməkdə davam edir. Fəhvə ləm yəzim alə təvbəti bə'də. O nə qədər ki, insan qəlbində günahın ləzzətini hiss edir, o hələ qətiyyətlə tövbə etməmişdir. فإذا علم الإنسان بآثار ذنوبه ولم يتألم من ذلك ولم يندم عليه لم يخطو إلى التوبة أصلا. Əgər bir insan günahın nəticələrini bildiyi halda onunla ağrı çəkməzsə və peşman olmazsa, o tövbəyə tərəf heç bir addım atmamışdır. Və günahın təsirini bilər və həmçinin ağrı çəkər, lakin peşman olmazsa yenə addım atmamışdır. Deməli, günahın təsirini bilməyi ilə yanaşı ağrı çəkməli və peşman olmalıdır. Şiddətli peşman olmalıdır. Əgər belə olarsa, yəni tövbə yolunda ilk addımı atmışdır. Yəni, tövbə hər bir müsəlmana vacibdir. فَإِنَّ كُلِّ إِنسَانٍ لَا يُمْكِنُ أَنْ يَخْلُ عَنْ مَعْصِيَةٍ بِجَوَارِحِ. Çünki insanın asilikdən, günahdan xali olması yəni qeyri-mümkündür. فَإِنْ خَلَى فِي بَعْضِ الْأَحْوَالِ عَنْ مَعْصِيَةِ الْجَوَارِ فَلَا يَخْلُ عَنْ مَعْصِيَةِ الْقَلْبِ. Bəzən insan yəni əzaları ilə günahlardan uzaq olsa belə, amma qəlblə günaha düşməsindən uzaq deyildir. فَإِنْ خَلَى عَنْ مَعْصِيَةِ الْقَلْبِ لَا يَخْلُ عَنِ الْغَفْلَةِ عَنِ اللّٰهِ وَعَنْ قُصُولِ الْعِلْمِ بِاللّٰهِ وَصِفَاتِهِ وَأَفْعَالِهِ. Və qəlblə də günaha yol verməkdən uzaq olsa belə, amma qafillikdən, yəni Allah barəsində, Allahı tanımaq, ad və sifətlərini bilmək haqqında qafillikdən uzaq deyildir. Və kullu zəlikə naqsun və təqsirun. Və bütün bunların hamısı naqislik və müqəssirlikdir. Thumma inna ahadana la yakadu yaxtalidu bin-nas sa'a illa nadahu az-zambi və aqbalat ilayhi al-ma'siyah. Və bundan sonra da bizdən bir insanlara müəyyən qədər qarışdığı zaman, onlarla birgə olduğu zaman dərhal günah onu çağırır və asilik ona tərəf yönəlir. La siyyama fi hadhihi al-azman allati ta'ujju fiha at-turuqat wal-mu'assasat. Və xüsusilə də bu dövrdə, yəni hər yer asiliklə, günahla doldur, evlər, küçələr, müəssisələr, ma taqsirin fil ilmi və qillatin lil-xəşyə minhu subhanahu feyaqal maru fi zəmb. Və buna görə də insan günaha düşür. Və izə qafələ tətəkəfəru aleyhi zunubu. Əgər insan qafil olarsa, günahlar daha da çoxalır. İbn-i Qayyim rahimehullah buyurur. Allah Teala Nur surəsi 31-ci ayədə deyir ki: "Və tubu ilallahi cemi'an eyyuhal mu'minun la'allakum tuflihun." Ey möminlər, sizin hamınız Allaha tövbə edin ki, xoşbəxt olasınız. Və hədil ayə fi surətil mədəniyyə xataballahu biyə əhlil iman. Yəni bu surə, Nur surəsi Mədinə surələrindəndir və burada Allah Teala iman əhlinə xitab edir. Və xiyarı xalqi ən yətubu iley ba'də imanihim. Yəni yaratdıqları içərisində ən xeyirli olanlara iman gətirdikdən sonra, səbr etdikdən, hicrət etdikdən, cihad etdikdən sonra yenə onlara Allah Teala tövbə etməyi buyurur. ثُمَّ عَلَّقَ الْفَلَاحَ بِالتَّوْبَةِ وَأَتَى بِكَلِمَةِ لَعَلَّ. Və bundan sonra xoşbəxtliyi, nicatı tövbəyə bağlayır. لَعَلَّكُمْ تُفْلِحُونَ بِأَنَّكُمْ إِذَا تُبْتُمْ كُنْتُمْ عَلَى رَجَاءِ الْفَلَاحِ. Yəni bu da bildirir ki, əgər tövbə etsəniz, siz nicata daha yaxınsınız. فَلَا يَرْجُ الْفَلَاحِ إِلَّا التَّائِبُونَ جَعَلَنَ اللّٰهُ مِنْهُمْ. Və xoşbəxtçiliyi ilə yalnız tövbə edənlər umar. Allah Teala bizi də onlardan etsin. Quran və sünnədə tövbənin vacibliyinə dair dəlillərdən, elə Nur surəsi 31-ci ayə buna dəlildir. Və tubu ilallahi cemi'an eyyuhal mu'minuna la'allakum tuflihun. Yəni ey iman gətirənlər, hamınız Allaha tövbə edin ki, və xoşbəxt olasınız. Və həmçinin Təhrim 8-də Allah Teala buyurur: "Ya eyyuhellezina amanu tubu ilallahi tawbatan nasuha." Ey iman gətirənlər, siz Rəbbinizə səmimi tövbə edin. Anil Ağar ibn Yəsər el-Muzani qala Rasulullah sallallahu aleyhi və səlləm: "Ya eyyuhənnəs tubu ilallah." Ağar ibn Yəsər el-Muzani radiyallahu anh'dan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "Ey insanlar, siz Rəbbinizə tövbə edin və ondan bağışlanma diləyin. Fə inni ətubu fil yevmi ətə marra." Çünki mən gündə 100 dəfə tövbə edirəm.
İmam Nəvavi rahimehullah buyurur ki: "Və yecibu an yetuba an cemi'i zunub, fa in taba an ba'd yasahha tövbətu." Yəni bütün günahlara tövbə etmək vacibdir. Əgər bəzisindən tövbə edərsə, o da səhihdir. İndə əhl-i haqq min zəlikədən və baqi aleyl baq, amma yerdə qalan üzərinə də yenə tövbə düşür. Və qad təzahər dəlail kitab və sünnə və icma'l ümmə alə vücub tövbə. Həm Quran və həm sünnədə gələn dəlillər və həmçinin də ümmətin, İslam ümmətinin icması dəlalət edir ki, tövbə vacibdir. Tövbənin tam olması necə olur? Tövbənin tam olması, tam şəkildə insan yəni ötürdüyü səhlənkarlığı və günahlarını düzəltməsi ilə olur. Qasimi rahimehullah deyir ki: "Leysə ma'nət tövbət tərku şəhvət fəqat." Yəni tövbənin mənası sadəcə insan nəfsi istəklərini, günahları tərk etməsi deyildir. Bəl təmamu tövbəti bi tədaruki ma mada. Tövbənin tamamlığı ötən günahlarını, səhlənkarlığını düzəltməsi ilə olur. Və kullu şəhvətin İttəbə'al insan irtəfə'a minhə zulmətu ilə qalbi. Çünki insan hər dəfə nəfsi istəyinə, şəhvətinə uyduğu zaman qəlbinə zülmət çökür. Fəidə tərakəmət zulmətu şəhəvat sarat raynən. Və artıq o zülmə, şəhvətlər zülməti çoxaldığı zaman, bir-birinin üzərinə yığıldığı zaman artıq qəlbi örtür. Ona rayn deyilir. Kəllə bəl ranə alə qulubihim mə kənu yəksibun. Necə ki, Allah Teala Mutaffin surasında buyurur. Yəni, onların etdiyi günahlarına görə, qazandıqlarına görə günahlar qəlblərini qaplamışdır, örtmüşdür. Fəidə tərakəmər raynu sara tab'a. Və artıq, yəni, o rayn çoxaldığı zaman, yəni, bir növ möhürə çevrilir. Daha da qatılaşır. Necə ki, o dənizdə daşın ətrafını mamır örtdüyü kimi. Yantabi'u ala qalbihi və la yekfi fi tədaruki ittiba'i şəhəvati tarkuha fil müstəqbəl. Artıq o günahlar qəlbi tamamilə örtüb. Yəni qatılaşdıqdan sonra insanın gələcəkdə günahlarını tərk etməsi kifayət etmir. Bəllə buddə min vahvi tilkəl əryanin lət intaba'at fil qalbi. Yəni tövbə etməsi ilə yanaşı qəlbində qatılaşan o günahların da itirməsinə çalışmalıdır. وَكَمَا يَرْتَفِعُ إِلَى الْقَلْبِ ظُلْمَةٌ مِنَ الْمَعَاصِ وَالشَّهَوَاتِ فَيَرْتَفِعُ إِلَيْهِ نُورٌ مِنَ الطَّاعَاتِ. Necə ki, insanın qəlbinə şəhvətlərin, asiliklərin zülməti qalxdığı kimi, çökdüyü kimi, eyni ilə də itaətin nuru da qalxır. Və itaətin nuru günahları silir və bununla silinir. Və buna da işarə hədisdə keçir. Peyğəmbər s.ə.v buyurur: "Ətbi'is seyyiətəl həsinətə təmhuhə." Yəni, hər bir günahdan sonra yaxşılıq et ki, yaxşı əməl et ki, onu silsin. Və günahı silən əməllərdən də biri ona münasib savabın, yaxşı əməlin yerinə yetirilməsidir. Necə ki, Peyğəmbər s.ə.v hədisdə buyurur ki: "Mən qalə təalə uqamirukə fəlyətəsaddaq." Kim desə ki, gəl qumar oynayaq, sədəqə versin. Yəni, münasib necə? Yəni, qumar malla, pulla olduğuna görə sədəqə versin. Sədəqə də malla olur və onu daha da yaxşı silməsinə səbəb olur. Və yaxud da insan günah üçün səfər edərsə, yəni ümrəyə və yaxud da həccə səfər eləsin. Yəni səfər, yəni ona münasib yaxşı əməl etsin. Nə qədər ona münasib yaxşı əməl edərsə, bir o qədər də silinməsinə səbəb olur. Fəidə la yestəğnil abdu fi hal min ahval an mahvi athar sayyi'an qalbin bi mübəşərati hasenat tudad athar tilka sayyi'at. Demək, o pisliklərin təsirini silmək üçün insan daima yaxşı əməllər etməsinə ehtiyacı vardır. Tövbə edənlərin həyatına gəldikdə isə innəl həyat əl-həqiqiyyə hiyə həyatü təibin. Həqiqi həyat tövbə edənlərin həyatıdır. İz innə həyatul mümininə sadiqin. Çünki bu sadiq möminlərin həyatıdır. Və tövbətul mümin təshabuhu tivalə həyatihi. Mömin insanın tövbəsi həyatı boyu onunla bərabər olur. فَهُوَ لَا يَفْتُرُ عَنِ التَّوْبَةِ إِلَى اللّٰهِ وَالْاِسْتِغْفَارِ. Yəni, mömin insan Allaha tövbə etməkdən, bağışlanma diləməkdən heç vaxt yorulmur və usanmır. وَلَا يَفْتُرُ عَنِ الْأَلَمِ لِتَقْصِيرِهِ وَلَنَّدَمِ عَلَى ذَنْبِ حَتَّى يَلْقَ اللّٰهُ سُبْحَانَهُ وَتَعَالَى. Yəni, Rəbbinə qovuşana qədər müqəssirliyinə görə tövbə etməkdən və ağrı çəkməkdən və peşman olmaqdan
Yəni yorulmur, usanmır. Fəhuvə yəbdəv bit-təvbəti xutuvati ilə rabbihi. Demək, ilk addımlar, Rəbbinə olan ilk addımlarını tövbə ilə başlayır və Rəbbinə qovuşuna qədər tövbə ilə davamlı gedir. Və yunhi bihi həyətəhu muqbilən alə rabbihi və həyatını da belə tamamlayır. Və mən radiyə bi qeyri həyəti təibin və tərəkəl mübədərətə ilə təvbəti bit-təsvifi kənə beynə xatarayn azimeyn. Əgər bir insan tövbə edənlərin həyatını özünə rəva bilməsə və tövbəyə tələsməsə və həyatını sonra ilə keçirərsə, o insan iki böyük təhlükə arasındadır. Təhlükələrdən birincisi ən tətərakəmə zulumatu alə qalbihi minəl maasi və asiliklərin zülməti onun qəlbini bürüyəcək, hətta sonra artıq qatılaşacaq, bir möhrə çevriləcək. İkinci təhlükə isə ən yusibəhul marad avul maut fələ yecidunlə və o insana xəstəlik və yaxud da ölüm üz verəcək, o tövbə etməyə möhlət tapmayacaqdır. Və la quvvə və yaxud da güc tapmayacaqdır tövbə etməsi üçün. Fəyətilləh bi qalbin qeyri səlim və Rəbbinin huzuruna isə o insan səlim olmayan, salamat olmayan bir qəlblə gələcəkdir. Halbuki qiyamət günü insana fayda verən səlim qəlbdir, yəni salamat qəlbdir. Bununla kifayətlənir. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.